Gəlin indi başa düşək, Bakı niyə ciddi qarşıdurmaya gedə bilmir və söhbət hansı maliyyə problemlərindən gedir? Bu və digər mövzular ətrafında Azərbaycanlı siyasi aktivist Rahim Şaliyev ilə söhbət edəcəyik. Cənab Rahim, müsahibəyə dəvət etdiyimiz üçün çox təşəkkür edirəm və sizinlə Rusiya və Azərbaycan arasında münasibətlərin gərginliyi barədə danışmaq istəyirəm. Sizcə, siz siyasi fəal olaraq, xüsusən son bir ildəki hadisələrdən sonra Azərbaycan ictimaiyyəti hazırda Rusiya ilə münasibətləri necə qəbul edir və mövcud gərginlik həqiqi fikir ayrılıqlarını əks etdirir, yoxsa daha da daxili və xarici auditoriya yönəlmiş taktiki addımdır? Əvvəla çox sağ olun bir daha dəvət etdiyiniz üçün. Çox şadam iştirak etdiyim üçün müsahibədə. Başa qaldı Azərbaycan-Rusiya münasibətlərinə. Azərbaycan-Rusiya münasibətlərində əvvəlki dönəmlərdə də eniş və yoxuşlar var, yəni gərgin münasibətlər və xoş münasibətlər olubdur. Bu münasibətlər heç vaxt səmimi olmayıb. Yəni nə Rusiya tərəfindən, nə də Azərbaycan tərəfindən biz heç vaxt səmimi münasibətlər görməmişik. Bu sırf siyasi maraqlar açısından olub. Yəni bütün münasibətlər siyasi maraqlar və iqtisadi maraqlar üzərinə qurulmuş bir münasibətlərdir. Hal-hazırda da, yəni siyasətdə görsəz də, problemlər görsəz də, bunu iqtisadi tərəfdən hiss etmək mümkün deyil. Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlər əslində daha da genişlənir. İqtisadi dövriyyə daha da genişlənir. Mətbuatda çox qeyd edilməsə də, Rusiya nefti sırf Azərbaycan vasitəsilə Avropaya satılır. Sanksiyalar tətbiq edilib Rusiyaya, amma yenə də Rus nefti Azərbaycan vasitəsilə Avropaya daşınır. Və ümumi bir mənzərə çaşdırıcıdır. İnsanlar buna aldanmamalıdır. Bu daha çox xırda çatışmamazlıqlardır hər iki ölkə arasında. Xırda anlaşılmazlıqlardır. Və mən həqiqətən yəni çox dərindən bir münasibətlərin gərginləşdiyini hiss etmirəm. Bu cür olsaydı biz bunu iqtisadiyyatda da görərdik. Biz bunu başqa formalarda da görərdik. Amma mən münasibətlərin o yerə gəldiyini görmürəm və mətbuatda gedən xəbərlər, ölkə rəsmilərinin açıqlamaları heç də reallıqda gedən proseslərlə üst-üstə düşmür. Sizcə, Ukrayna müharibəsi və Azərbaycanın bu məsələdəki mövqeyi Bakı-Moskva dialoquna necə təsir edib? Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi əvvəl də oxşar olubdur. Sadəcə son dönəmlərdə bir qədər qıcıqlandırıcı açıqlamalar verirlər. Amma burada bir məsələni də qeyd etmək lazımdır ki, Rusiyanın Ukraynada uğursuzluğu, yəni dalana dirənməyi, irəliyə gedə bilməməyi Azərbaycanın Rusiya qarşısında tələblərini genişləndirib. Yəni qarşılıqlı münasibətlər daha öncə daha çox Rusiyanın diktəsi üzərindən gedirdisə, hal-hazırda Azərbaycan öz maraqlarını diktə etməyə çalışır Rusiyaya. Buna daxildir Ermənistanla münasibətlərdə olan hallar və digər iqtisadi məsələlərdə olan hallar. Bizim gördüyümüz dəyişikliklər də sırf bununla bağlıdır. Ukraynanın Azərbaycan təsiri müsbətdir. Yəni Rusiya orada doğru gedir və Azərbaycanın Rusiyaya təsir imkanları, təzyiq imkanları genişlənir. Amma elə bayaq illərimi təkrar etmək istəyirəm. Heç də münasibətlərin məssi anlamına gəlmir. Sadəcə güc balansı dəyişir. Azərbaycan və Rusiya arasındakı güc balansı Azərbaycanın xeyrinə dəyişir. Və əlbəttə ki, burada yenə də xüsusi vurğulamaq lazımdır ki, Ukraynadakı uğursuzluğun, Rusiyanın Ukraynadakı uğursuzluğunun birbaşa təsiri var. Və Azərbaycanın bu barədə sevinməsi, dəstək verməsi siyasi cəhətdən də doğru bir addımdır. Əslində Azərbaycanın xeyrinə olan bir addımdır. Və Azərbaycanın marağı var ki, Rusiya Ukraynada daha çox uğursuz vəziyyətə düşsün.
Və Türkiyə barədə danışmaq istəyirəm. Türkiyə bu gərginliyin yumşaldılmasında yaxud əksinə gərginləşməsində hansı rolu oynaya bilər və ya artıq oynayır? Rusiya və Azərbaycanın arasındakı gərginlik hər zaman Türkiyənin xeyrinə olan amildir. Təbii ki, Türkiyə istəmir ki, Azərbaycan və yaxud da Ermənistan Rusiya ilə daha yaxın münasibətdə olsun. Və bunun gərgin olması üçün əlindən gələni edir. Yəni təkcə onu qeyd etmək olar ki, son 30 ildə Türkiyədən çoxlu sayda ideoloji propaganda Azərbaycanda aparılıb. Bu media tərəfindən və kitablar yazılmaqla və digər şəkillərdə siyasi açıqlamalar verməklə aparılıb və bunlar Rusiyanın əleyhinə aparılıb. Azərbaycanda bir çox propaganda qrupları var ki, Rusiyaya və İrana qarşı propaganda aparır. Bu Türkiyədən maliyyələşdirilir. Bu Türkiyənin uzun müddət strateji marağıdır. Yəni Rusiya ilə Azərbaycan arası gərgin olsun və Türkiyənin nüfuz imkanları, Azərbaycanın nüfuz imkanları daha da genişlənsin. Bu digər tərəfdən də onu da qeyd etmək istəyirəm. Bu bir qədər mövzudan kənardır, amma bunu qeyd etməsəm olmaz. Bu Rusiyanın da uğursuzluğudur. Çünki Rusiya müasir şəkildə, müasir nüfuz etmə, soft power'dan istifadə etmə qaydalarını bacarmır. Misal üçün, Rusiyanın Ukraynada, həm Azərbaycanda bir kütləsi var idi. İndi də var. Yəni çox olması indi də var. Bu kütləyə soft power'la təsir etmək, yumşaq güclə təsir edərək bu ölkələrdə fikir öz xeyrinə dəyişmə imkanları var idi. Amma Rusiya yalnız və yalnız gücdən istifadə edir və bu da müasir siyasi texnologiya vasitəsi deyil. Yəni güc, ordu gücü ən son atılımdır. Məncə burada da Rusiyanın əsas uduzduğu amil budur. Həm Ukraynada, həm Azərbaycanda Rusiya bu mənada uduzur. Misal üçün, Ukraynada Amerikanın və Qərbin NATO qüvvələrinin silahdan daha öncə siyasi və ideoloji təsir imkanları geniş idi və bundan istifadə etdilər və ictimai fikri Rusiyanın əleyhinə yönəltdilər. Həmçinin Azərbaycanda isə Türkiyənin belə bir təsirini görürük. Yəni Türkiyə Azərbaycana ideoloji soft power'la təsir edir və bunun böyük bir hissəsi uzun illər silah ayırmadan edilir. Yəni Türkiyənin Azərbaycanda qoşunu, güclü bir qoşunu yoxdur, düzdür. Bəzi qoşun hissələri var, amma bu geniş deyil. Həmçinin güclü bir silah satışı da yoxdur. Bəzi dronlar falan satılıb son 5-10 ildə bunlar çıxmaq şərti ilə güclü bir ordu hissələri yoxdur. Amma nə ilə təsir edir? Yumşaq güclə. Yumşaq güclə. Məncə Rusiyanın əsas uduzduğu sahə budur. Hətta biz İrandan belə yumşaq güclə artıq Azərbaycan təsir imkanlarını görürük. İran bundan istifadə edir. Amma təəssüf ki, biz Rusiyada bunu görə bilmirik və bu da Rusiyanın siyasi arenada uduzmağının əsas səbəblərdən biridir. Və mənim üçün maraqlıdır ki, sizcə gərginlik Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ya ümumilikdə regionun təhlükəsizlik üçün yeni risklər yaradırmı, yoxsa yox? Vəziyyət çox qarışıqdır. Yəni burada konkret bir şey demək olmaz, amma əsas məsələ İranla bağlıdır. Əgər İran güclü olarsa, İranın gücü artarsa, nüfuz dairəsi artarsa, iqtisadiyyatı güclənərsə və Qərblə, Amerika ilə münasibətləri yaxşılaşarsa, bu Ermənistan üçün müsbət təsir edəcək. Yəni Rusiyanın zəifləməsi, İranın güclənməsi birbaşa olaraq Ermənistan üçün həyati əhəmiyyətli bir önəm daşıyır hal-hazırda. Yox, əgər hər iki qüvvə zəifləyərsə, həm İran zəifləyəcəksə, həm Rusiya zəifləyəcəksə, bu Ermənistan üçün çox böhranlı bir vəziyyətə gətirib çıxara bilər. Hətta Ermənistanın müstəqilliyi məsələsi təhlükə altına düşə bilər. Burada çox təəssüf ki, Ermənistanın qısa zamanda edə biləcəkləri şeylər yoxdur. Yəni əhali daha azdır və nüfuz sayı daha azdır. Həmçinin ordu daha zəifdir və mən dünən oxudum ki, yeni xəbərlərdə müdafiə xərcləri daha da azaldılıb. Bu çox təhlükəlidir. Bu çox təhlükəlidir.
və mən istərdim ki, hər bir Ermənistan vətəndaşı bunun fövqündə olsun. Çünki burada əgər həm Rusiya zəifləyirsə, həm İran zəifləyirsə, burada Ermənistan vətəndaşları daha çox çalışmalıdır ölkə üçün. Yox, əgər İran güclənib Rusiya zəifləyirsə, bu birbaşa olaraq Ermənistanın daha da inkişaf etməsinə səbəb olacaq. Çox təşəkkür edirəm Rahim bəy. Sağ ol və görüşənədək.